Bir neçə gün öncə Bərdə rayon Şəhidlər Xiyabanını ziyarət edərkən hər zaman olduğu kimi şəhidlərimiz haqqında hər dəfə Şəhidlər Xiyabanına gedəndə video çəkdiyim kimi qarşıma çıxan Hüseynov Anar Rəhimoğlu haqqında bir video, tanıtım videosu çəkdim. Və tanıtım videosunu çəkərkən Hüseynov Anar Rəhimoğlu'nun barəsindəki məlumatı Wikipedia'dan, həmçinin Unudulmazlar saytından oxudum. Saytda da göstərilmişdi ki, Hüseynov Anar Rəhimoğlu 10 saylı sanatoriya tipli uşaqlar evində böyüyüb. Mən də bunu oxumuşdum. Və Hüseynov Anar Rəhimoğlu'nun atası Qəmbərov Rəhim barəmdə bir pafoslu bir mətbuata açıqlama verib və özünə təhqir kimi sayıb bunu. Bildirmək istəyirəm ki, əziz insan, mən orada heç bir təhqirə yol verməmişəm. Siz zamanında övladınıza sahib çıxmayıb, övladınızı uşaqlar evinə qoymuşsunuz. Orada böyüyüb və onun barəsində məlumat vermişəm. Hətta övladınıza öz familiyanızı belə verməmişsiniz. Siz Qəmbərov Rəhimsiniz, övladınız Hüseynov Anardır. Yenə də o bizim şəhidimizdir, o bizim qürurumuzdur, o bizim fəxrimizdir. Hüseynov Anar mənim döyüşdüyüm istiqamətdə döyüşüb. Mən Hüseynov Anara həmişə hörmət və rəğbətlə yanaşmışam. Həmçinin sizin onu böyütməməyinizə rəğmən sizə də hörmətlə yanaşmışam. Siz onu uşaqlar evinə qoymağınıza rəğmən dəfələrlə sizin Hüseynov Anar üçün verdiyiniz mövludlarda iştirak eləmişəm və il dönümündə iştirak eləmişəm. Ürəyinizə stent qoyulanda şəhid anaları ilə sizin evinizdə sizi ziyarət eləmişəm. Çox təəssüf edirəm ki, belə pafoslu sözlərlə, pafoslu cümlələrdən istifadə edərək barəmdə bu cür çıxışlar edirsiniz. Bu məni bir qazi olaraq təəssüfləndirir və sizin şəhidinizə xatir sizə heç nə deməyəcəm. Əlinizdən gəldiyi qədər çıxışlar edə bilərsiniz. Amma ki, onu da deyim ki, məni təhqir edən şəxsləri məhkəmə predmetində şikayət verdiyim kimi çəkdiyim videoda təhqir görmüşdünüzsə, məhkəmə müzakirəsinə çevirə bilərdiniz bunu. Mən təəssüf edirəm ki, bir şəhid atası bu cür çıxış edir və təəssüf edirəm ki, digər bir şəhid atası Mehman kişi, Asəf Mütəllimovun, Asəfin atası, şəhid Asəfin atası Mehman kişi də sizin yanınızdadır. Baxmayaraq ki, bir ay öncə